Deyir Xırdalandan Novxanadan sırf İskəndər dönərə görə bura gəlirlər. Urfalı Abdullah Usta Əhmədlidə möcüzələr yaradır. Burada türk mətbəxinin seçmə təamları verilir. Özü də necə keyfiyyətlə. Dostlarımız Allah şahidi. Bizə burada bir dənə kəllə paça verdilər. Ciddi deyirəm, hələ beləsini yeməmişdim. Buna süd qatıblar. Nə belə? Elə bil qaymaqlıdır. Süd var, qaymaq var, nəsə var, tuta bilmirəm, amma spesifik dadı var. Sonra əli nazik, şişdə kabablar və ən çox təriflənən İskəndərin dadına baxdıq. İgid canlı, kabab qanlı. Elə deyirdilər, yoxsa nətər idi o söz? Ətlərində çox ləzzətli dadı var. Məkanın İskəndər dönərini çox tərifləyirlər. Əsl İskəndər gəldi. Deyilənə görə yaxından uzaqdan eşidib bilən hər kəs onu yoxlamağa gəlir. Biz də yoxladıq. Adamın üstə Allah var. Həqiqətən dedikləri qədər varmış. Türklərin sözü var, kıvamında. Ətlə nə gətirdilərsə dadlı oldu da. Açığı heç nədə qüsur görmədim. Yalandan nəyisə pisləyə bilmərəm. Amerika sayağı şəkili Sadiq Fərzəlibəyin gözlərindən alov çıxırdı. Bu arada bu məkanda bir ana yemək sifariş edəndə yanındakı məzələr pulsuz başa gəlir. Qiymətlərlə məkanın səhifəsində menyuya baxaraq tanış ola bilərsiniz. Yeri gəlmişkən qarşıdan Ramazan günləri gəlir. Bu məkanı yadda saxlayıb bir gün baş çəkməyə dəyər. Şefdən soruşduq ki, neyinirsiniz ki, ət bu qədər dadlı olur, deyir, ətə sevgimi qatıram. Yeməklərə sevgi qatan ustaya və videonu izləyən dəyərli izləyicilərə təşəkkürlər. Bəyənməyi və yaxınlarınızla paylaşmağı unutmayın.